Bir ədəd şəkər burada bir toyuq dönəri qədər kalori olduğunu bilirdinizmi? Novruz bayramının simvolik şirniyyatlarından biri olan şəkərburanın bir dənəsində təxminən 400-450 kalori var. Bu da bir toyuq dönərinin tərkibində olan kalori qədərdir. İnsan bədəninin gündəlik kalori ehtiyacı qadınlarda təxminən 1800-2000 arası, kişilərdə isə 2200-2400 arasıdır. Yəni siz gün ərzində 2-3 ədəd şəkərbura yesəniz, gündəlik olaraq ehtiyac duyduğunuz kalorinin yarısını ödəmiş olursunuz. Lakin bildirim ki, şəkərbura karbohidrat və yağ mənbəyidir. Onun tərkibində şəkərin miqdarı da çox olduğu üçün yediyiniz ilk anda sizə toxluq hissi verə bilər, lakin tez acdıracaq. Çünki tərkibindəki şəkər qandakı şəkər səviyyəsini sürətli şəkildə yüksəldib, anidən aşağı saldığı üçün bu da sizin tez acmağınıza səbəb olur. Amma bayramdır, başa düşürəm, yeməmək olmur. Amma çalışın ki, çox yeməyəsiz. Çünki şəkərbura çox yeyildiyi zaman həm həzm problemləri yaradır, həm qandakı şəkər səviyyəsini yüksəldir, həm də sizin çəki almağınıza səbəb olur. Bayramınız mübarək.